danışsan. Namus qiliyyət budur. Namus qiliyyət gəlib deməkdir ki. Şüphelenibdir. Ben sana bir söz diyeyim. Şəfiqə xanıma sənin kimi ailələr lazımdır ki, o öz hökmünü yaxşı vəkil olduğunu göstərsin. Amma sənin 2 dənə oğlun var. Onlara ata lazımdır. Şəfiqə ata olmayacaq onlara. Heç vaxt olmayacaqdır. Mən deyirəm. Amma o kişiyə oğlanlar lazımdır. Sen burada papıslı danışma. Niye papıslı? Sizden öğrenmişiydi. Ona göre ki onu biabr elədi. Niye ailənin dağılma? Kim istəmir o ailə barışsın burada? Hamısı istəyir. Niye? Niye istəmirsiniz? Tertemiz kızdır. Tertemiz kızdır. Qiriyyətli oğlandır. Niye de barışmasın? Mən istəmirəm. Sizdə nə var o ailədə? Qazaqda yaşayırlar. Mənə var. O mənim nümayəndəmdir, xalqımın nümayəndəsidir. Siz onun 50 qəpik. Mən də sənə vəkil verəcəyim, öz 2 dənə vəkil verəcəyim. Və mən sənə bir söz deyim. Bu ölkədə bu günəcən İlhamə Quliyeva eşi, bir dəqiqə İlhamə xanım. İlhamə Quliyeva 50 min ala bilməyən Şəfiqə xanım, səndən 50 min alacaq. Şəfiqə xanım mənim ürəyim damı yaxşıdır. Yo. Şəfiqə xanım, o qızın namusu qiriyyətində barışmalıdır. Ne danışsan? Namus qiliyyət budur. Namus qiliyyət gəlib deməkdir ki. Şüphelenibdir.